İşgüzar səhər davam edir. Verilişimizin ikinci saatine baxırsınız. Avropa İttifaqı Ukraynaya tam yardım eləyə bilmir. Çünki Macaristan əngəli var. Budapeştin qərarlara veto qoyması Qərbdən Kiyev arasında uçurumları dərinləşdirir. İttifaq Macaristanla bağlı hansı təsir mexanizmini seçməyə hazırlaşır? Təhlilləriniz olacaq. Amma münaqişə ocaqlarından söz açırıqsa, Rusiya-Ukrayna cəbhəsinə xüsusi diqqət yetirməliyik. Burada müharibənin fəsadları hər keçən gün daha da dərinləşir. Brüssel Ukraynaya milyardlarla avro yardım etmək üçün hüquqi yollar axtarır. Amma Budapeşt planı əngəlləyir. Orbanın Moskva ilə yaxın münasibətləri və ucuz enerji maraqları qərarın qəbulunu biraz da çətinləşdirir. Slovakiya və Belçikanın narahatlıqları da prosesə müəyyən qədər kölgə salır. Ancaq Avropada sanksiyaların sərtləşməsini istəyən güclü blok da mövcuddur. Təzyiqlər artdıqca Budapeştin güzəştə gedib getməyəcəyi sualları da yaranır. O suallar ətrafında sujetimiz var. Brüssel Macaristanı təcrid etmək və Ukraynaya milyardlarla vəsait göndərmək üçün boşluq axtarır. Politico nəşrinə görə Avropa İttifaqı Rusiyanın sanksiyalara məruz qalmış 140 milyard avroluq aktivlərini müsadirə eləyib Kiyevə borc vermək istəyir. Budapeşt isə bu planın qarşısında dayanır. Brüsselin təşəbbüsünün həyata keçməsi üçün 27 üzv ölkə arasında yekdil qərar tələb olunur. Yəni Macaristanın hər hansı qaydada imtina etməsi prosesi gecikdirə bilər. Qitə ölkələrinin narahatlığı əbəs yerə deyil. Çünki ölkənin baş naziri Viktor Orban əvvəllər də Kremlə qarşı sanksiyaları ləngitməsi yaxud əngəlləməyə çalışması ilə tanınır. Bu səbəbdən Avropalı hüquq ekspertləri ümumi konsensusun yerinə qərarın səs çoxluğu ilə qəbul edilməsi sxemi üzərində düşünürlər. Belə olan halda Budapeştin veto hüququ neytrallaşa bilər. Orban ancak nasıl ikna edilir konusu gündeme gelirken bu faiz gelirlerinin üye ülkelere eşit bir şekilde dağıtılmasıyla birlikte belki Orban bu konuda ikna edilebilir. Ancak Orban'ın bu başvurusu hukuki zeminde üye olmayan bir yardım alan ülke pozisyonuyla Ukrayna'nın maddi olarak bir sekteye uğraması anlamı da taşıyacaktır. Macaristanın Avropa İttifaqına əks siyasət yürütməsinin bir neçə səbəbi var. İlk olaraq ölkə lideri Orbanın Kreml rəhbəri Vladimir Putinlə müsbət əlaqələri mövcuddur. Digər məsələ isə iqtisadi maraqlardır. Avropa ölkələri Birləşmiş Ştatlar prezidenti Donald Trumpı Rusiyaya sanksiya tətbiqinə inandırmağa çalışır. Ağ Ev rəhbərinin şərti qitənin Moskvadan neft və qaz alışını kəsməsi yönündədir. Budapeşt isə bununla razılaşmaq istəmir. Çünki Rusiyadan yanacaq almaq daha ucuz başa gəlir. Orbanın fikrincə dənizlərə çıxışı olmayan Macaristanın enerji siyasətində boru kəməri tədarüklərindən imtina etməsi iqtisadi intihardır. Buna görə də ölkə öz maraqlarını Vaşinqtonun tələblərindən daha üstün tutacaq. Ukrayna tərəfdarı olan Avropa ölkələri üçün nəzərdə tutduqları planı həyata keçirmək asan olmayacaq. Çünki tək problem Macaristan deyil. Slovakiya kimi Rusiyaya isti münasibət bəsləyən dövlətlər də prosesə əngəl törədə bilər. Bundan başqa Belçikada Moskvadan dondurulmuş aktivlərlə bağlı qanuni cavab tədbirləri görəcəyindən narahatdır. Düşünmürəm ki, Macaristan bundan sonraki dönəmdə də bu məsələlərdə çox da ayaq dirəsin, müqavimət göstərsin. Çünki söhbət, bir daha qeyd etmək istəyirəm, Rusiyaya qarşı sanksiyalardan gedir. Əgər Amerika Birləşmiş Ştatlarının prezidenti də BMT kürsüsündən və sonraki dönəmlərdə Rusiya ilə bağlı fikirlərində müəyyən dəyişikliklər ilə sərt ritorika seçibsə, Orbanın düşünmürəm ki, bu təzyiqlər qarşısında müqavimət gücü çox olsun. O yəqin ki, hansısa bir məqamda Macaristanın da maraqlarına uyğun olacaq hansısa güzəştləri almaqla bu addıma gedə bilər. 2022-ci ildə Ukraynaya geniş miqyaslı müdaxiləsindən sonra Rusiya aktivlərinin əsas hissəsi dondurulub. Bu aktivlərdən Kiyevə dəstək üçün istifadə edilməsi məsələsi əvvəllərdə bir neçə dəfə gündəmə gəlib. Lakin Avropa dövlətləri hüquqi və maliyyə problemlərini əsas gətirərək prosesdən bir qədər uzaq durublar. İndi isə daha açıq tonlu çıxışlar edilir. Hazırda Almaniya, İspaniya, Polşa və Baltikyanı ölkələr planın əsas dəstəkçiləridir. Macaristan isə hələlik bu tələblərin heç birinə cavab verməyib.